Belə elə. Aşkım iğrənsən. Alım sudu su aşkım ben. Sen sıfatı su söylemek istedim. Herkese salam. Biraz pərtə. Uşaqlar bugün, bilmirəm, bugün Məryəmin günüdür deyəsən. Bugün Evrən Məryəmi odaqlayıb bildiyin öz Lizasına. Bugün Məryəmlə video günümüzdür. Bugün Məryəmin başına nələr gəlib, nələr. Əsas səhifəmizdə paylaşmağa qoymuşam hal-hazırda həmin videonu. Siz bu videoya baxanda artıq həmin video paylaşılmış olacaq. Əsas səhifəmizdə gedib baxa bilərsiniz. Uşaqlara bilirsiniz də növbə ilə qışqırtma eləyirik. Rabiyə qışqırtma elədik. Əsnada ondan qabaq eləmişdik. Növbə Məryəmin növbəsidir. Fikirləşirdik nə qışqırtma eləyək Məryəmə, nə qışqırtma eləyək. Bizə qalmamış kainat, dünya Məryəmə qışqırtma elədi. Məryəmin başına da çox detaya girmirəm. Əsas səhifəmizdə gedib baxarsınız. Amma həmin Mərişin başına gələnlərə görə Brent House-a getməli olduq. Mərişə yeni bir paltar almalı olduq. Başlayaq açılımına. Evet, birinci olarak ben bu. Gəlin birinci yeni aldıqlarımızı göstərək. İnan sizə maraqlı olsun, esinlənə biləsiniz deyə dəhşət çox alış-veriş eləməyə başlamışıq. Allah axırı xeyir eləsin. O bir evə köçəndə bir otağın biri bildiyiniz ancaq təzə aldıqlarımıza gedəcək. Sumka koy. Davay. Çıxart görək sənə nə almışıq. Arkadaşlar, bakmak istiyor musunuz? Arkadaşlar bakmak istiyor musunuz? Göstər görək. Bakın. Məryəmə bir dənə belə oversize deməyim də, salaş bir altında belə ipləri olan şortik almışıq. Üstündən də ancaq Neyse üskürüyorum. mənim əynimə olsaydı bu köynək, bir dənə də özümə alardım. O dərəcə, yox idi. O dərəcə bəyəndim köynəyi. Görün necə gözəldir. Çox qəşəngdir də. Çeyrek çok seçildim. O qədər şişdim. Bu köynəyə baxanda dəhşət şişdim. Çox qəşəng. Kaş mənim əynimə olsaydı. Belə tərs köynəklər çox sevirəm. Şişçilendi. Hə. Deməli, YouTube videosu geliyor. geyinsən, gəlsəm. Sen de Joseph sonra Mən də yeni bir paltar almışam özümə. Temu'da görürdüm. Sadəcə mən onlayn alış-veriş eləməyi sevmirəm. Bilirsiniz niyə? Mən xoşlayıram ki, gedim mağazaya, götürüm onu Veşilkadan, qoydurum kloka çıxım çölə. Bir ay, 3 həftə, 2 həftə gözləmək mənim xoşum gəlmir, bilmirəm. Rəylərdə bir dənə fikrinizi bildirin. Onlayn alış-verişi daha çox sevirsiniz, yoxsa canlı gedib ben almalı? canlı severim çünkü bir de Joseph keyfiyetsiz gelebilir. Hə, və canlı alanda da mən paltarları çox vaxt sınamıram. Ona görə bəzən o da onlayn alış-verişdən farksız olur. Mən də özümə Temu'da görüb bəyəndiyim, almaq istədiyim, yuxarısı belə bir parça, aşağısı isə plaş materialında olan platya almışam. Paraşüt. Paraşüt, hə. İndi ikimiz də yeni kombinlərimizi geyinib. Ben edeyim o fıl. Yo, onu eləmə. Deyirəm, fikir versin səndən hər video açanda kombin göstərdik. Ama sonra şu makyajını sileceğiz. Evet, ondan sonra mən makyajımı təmizləyəcəyik, geyinək gələk. Biz gəldik. Məryəm, birinci səni çəkirəm. Evet, qarşınızda Məryəmin yeni kombini. Bir dənə bir şey deyəcəm. Ay Allah, hər şeyi də çıxardıb atmışıq. Gizlədək bunları. Deməli, bax, köynəyi ayrı bir bəyəndim. Həqiqətən materialı da çox qəşəngdir. Elə bir kimsə Instagram'ın yaz burada. Rabi deyir ki, bura Instagram'ımız, bura TikTok'umuz, burada YouTube'umuz. Evet. Və şalvarın altındakı bu ip detaylarını çox bəyəndim. Biraz kısa olsaydı əla olar. Çox, yox. Qısa neyinirsən, rahat oturub dura bilmirsən. Sən də mənim kimi hozursan. Oturanda qalxırsan göyə, düşürsən aşağı. İplərmi? İpləri bağlamaq olur istəyəndə. Baxa bir dənə belə. Bağla istəyirsənsə bir dənə elə yoxlayaq. Amma iplər ona coolluq verir Məryəm. Yorumlarda bir dənə yazın. Sizcə iplə daha qəşəngdir, yoxsa ipi bağlayanda? Məncə ip ona bir coolluq verir, ayrı bir. Bence de. Ama biraz kısaltma olar da. Düşünərik indi onu. İndi sırada hazırsınızsa mən gəlirəm. Evet, bu da mənim paltarımdır. Koy aşağıdan yukarıya seçti. Evet. Bakın kıyafeti nasıl olmuş arkadaşlar.
Prenseslere benziyor aynı. Bu otaqda niyəsə mənim gözümün altı qapqara. Arkadaşlar o bir videomuzda səhv eləmirəmsə siz də Çox bilirsiniz. qəribə düşürük, bilmirik niyə. Əslində həqiqətən və Qurana and olsun o viddə deyilik. Bu otağın işığında nəsə pis düşürük. Ona görə kravat. Kim bizi çöldə görübsə biləcək biz Evet, belə kravatın deyil. üstünə çıxmalı oldum. Bu paltarım belədir. Keçən dəfə göstərdiyim kariçni bu paltara birazcık oxşuyur. Bu da elə bir prenses ətək kimi gəlir buraları. Bu biraz sadə paltardır deyə bunu elə kombinləmək lazımdır. Bol-bol aksesuarlarla, qəşəng gözlüklə, qəşəng bir Bir şeylər. də uzun sep olur belə. İndi ona baxacağıq. Burası da bu arada ətəyi də belə gəlir, yuxarıya doğru gəlir. Çox bəyəndim. Neçə vaxt Bir də deyəsə üçgəndir burası belə Hə, üçgən burası kimi, üçgəndir. forması kimidir. Temu'da bunun Kamerayı evet yenə CD kartımız doldu. Məryəmlə olanda da ki hər dəfə tarix təkərrür eləyir ha. Nəysə uşaqlar, Temu'da gördüklərim bunun daha sinəsi açıq və qısa qol formaları idi. Amma dediyim kimi mən belə rahat idi. Tam istədiyim model buydu. Bunu da tapdım. Həqiqətən də çox bəyəndim. Sadəcə qəşəng aksesuarlarla kombinləmək lazımdır. Yəni belə çox sadə qalır. Bu elə bir sarayda temizlikçi. Bunu qəşəng aksesuarlarla, zatla bəzəyirsən, olursan sarayın prensesi. İndi makyajımı çıxartmaq lazımdır. Yeni aldığımız paltarları çıxardaq, keçək makyaj çıxarmağa. Belə dişlər, mırıq dişlər. Məryəm qaldı öz paltarında. İndi mən makyajımı çıxartmaq istəyirəm. Birinci olaraq mən baxın nəyə sürtürmüş. Üzüklərimi çıxardım. Deməli bugün çox ağır bir makyaj eləməmişəm uşaqlar. Sadəcə gözümdə tuş var. Gözümün altında ağardıcı var, qaş jeli var. Bu arada qaş jelimi çox bəyəndim. Axşama kimi qaşlarım pozulmayıb. Maraqlıdır. Bir hansıdır göstərək Bir də dodağımda pomada var idi, onun qalğı qalıb. Əslində belə yüngül makyaj eləyəndə çox ağır bir üz təmizləməyə ehtiyac yoxdur. Amma birinci olaraq bu məsələyi. yox, gözlə aşkım. Bir kosmetoloq qızı olaraq onu deyim ki, üzün təmiz qalmasıdır, səpməsidir, nə bilim. Üzlə bağlı uşaqlıqdan bu yana çox şey öyrənmişəm. Yəni dermatoloq qızı olmuşam. O da mənim mamam, yəni bildiyiniz Azərbaycan Dövlət Tibb Universitetini bitirib, xaricdə onlarla təhsil sertifikatları var. Yəni üz baxımı ilə bağlı, üz gözəlliyi ilə bağlı, dəri baxımı ilə bağlı bir çox şey uşaqlıqdan təcrübə eləmişəm. Mamamın iş yerinə gedərdim, həmişə orada oturub onun danışdıqlarına, pasiyentlərinə, müştərilərinə verdiğim, xəstələrinə verdiğim məsləhətlərə hər zaman qulaq asardım. Bugün ona görə fikir verirsə çox ağır makyaj eləməməyə üstünlük göstərirəm. Düzdür, alıram, yığıram. Bu mənim favori bir, necə deyim, nə deyirlər ona, hobbimdir. Bax bir də hər yüngül makyajında hər bir şey başqasını işlədə bilər. Və günəş kremini yay deyə bilmərəm. Əslində günəş kremini qışda da, yayda da, səhər də, axşam da işlətmək lazımdır. Amma yəni mən bildiyim halda ona uymuram. Ancaq yay aylarında günəşli havalarda işlədirəm. Amma günəşli havalarda da günəş kremimi əksik etməməyi, ən gözəl nəmləndiriciləri, tərkibi ən yaxşı olan kremləri işlədirəm. Kosmetoloq qızı olmağın faydaları, belə deyim. Dünən üzümə ağır makyaj eləmişdim. Və ona görə bugün üzümü deyim sizə neçə etaplı təmizləyəcəyik. 2 etaplı təmizləyəcəyik. Əgər makyaja və üz baxımına yeni başlamısınızsa, sizə məsləhət gördüyüm 3 dənə məhsul var. 1. Üz üçün təmizləmə yağı alın. Gidrofil yağ deyirlər buna. Bu makyajı daha asan çıxartmağınıza kömək eləyəcək. İndi çıxardacağıq bir yerdə sizə göstərəcəm. İkinci növbədə misellər su, yox bu tonikimdir mənim. Misellər suyum hardadır? Balaca boyu buradadır. Bu mənim səyahət boyu misellər suyumdur. Misellər su alın üzünüz üçün. Üçüncü növbədə üz yuma, sən boğulursan, xəbərim olmaz abidə. Boğulursan? Yox, öskürürəm. Üz yuma geliniz olmalıdır. Mənim üz yuma gelim hal-hazırda burada deyil. Bir də yaxşı bir nəmləndiriciniz olmalıdır. Əgər bütün bunlara hansı markadan işlədə bilərəm deyə sualınız olsa, mənim ən sevdiyim, mənim mamamın da mənə ilk məsləhət gördüyü marka, baxın bu
Bioderma markasıdır. Bu Bioderma. markanı çox sevirəm. Üzümə düşür. Zephyr isə ordinary məsəl üçün üzümə düşmür. Üzümdə səpki yaradır, akne yaradır. Amma bu marka mənim üzümə düşür. İndi gəlin sizə mənim də sonradan tanış olduğum Gidrafil yağın üzü necə təmizlədiyini göstəreyim. Baxın. Bunu belə bir dənə Sıkım. makyajım çox ağır deyil dediyim kimi. Gözləri yandırmır. Yəni yandıran markalar ola bilsin ki, ola bilər. Evet. Amma bu yandırmır ən azından. Baxın. Bu şəkildə üzünüzün harasına nə vurmuşsa, harasında makyaj varsa, mənim üzümdə bu arada bugün yoğun bir günəş kremi var. Ağlama makyajı. Çünki bugün dəhşət günəşli idi hava və çox qalın bir təbəqə günəş kremi sürtmüşəm üzümə. Biraz geceler yakın yağış yağdı. Ona göre Bayaq yolda gələndə gördün necə şimşək çaxırdı. uşaqlar bayaqları gördü şimşek patlıyor. Yağış patlıyordu arkadaşlar. Az kalınca yere şimşek düşecekti. Bir de arkadaşlar size bir söz diyeyim. Ofuş ağır makyaj yapınca ondan 3 pıskım alıyorsun. Bundan yox. 2 pıskım. Makyaja görə dəyişir, yəni 2. Yani çok ağır. Şu, makyajımı yağla üzümdən çıxartdım. İndi gedirəm üz yuma geli ilə yuyub gəlirəm. Evet. Evet, yudum gəldim. Üzünüzün səpməməyini istəyirsinizsə, ya da Temiz oldu. mənim kimi pişiksinizsə, özünüzə ya üzünüzü hər yumadan sonra salfetka ilə silin, ya da ki özünüzə ayrı dəsmal ayırın. Mən özümə ayrı dəsmal ayırmışam salfetkaya pul verməməyin dərdindən. Evet, üzümü yudum. Baxın, tərtəmiz. Özdə yumuşaq. Əl vur yanağıma. Yanağıma əl vur, əl. Belə elə. Aşkım, iyrənsən. Alın su aşkım ben. Sen Ha. sıfatı su söylemek istemiyorum. Hə, yumuşaqdır üzüm. Ha yumuşaktı. Normalda, Bakın. Reklamlarda şişirir. evet. Baxın, bununla yudum üzümü. Yanında da bu süngərlə. Onu tək başıma əlimə sürtüb, getdi bu. Tək başıma əlimə sürtüb, üzümü yumadım. Yumuşak bir şey. Bu süngərlə kömək aldım. Bunu mən kim alıb? Məryəm alıb. Ama sonra pulunu da qaytarıb təzə. Yo, öz pulu ilə alıb. Məryəmin mənə Tek hədiyyəsidir. sayılmıyor. Məryəmin mənə burada başqa hədiyyəsi də var ha. Ona için diye. Baxın. Ben bilmedim ona için Bu de. bilsən nə üçündür? Bax, bununla üzü şey elirsən, yağlıysan, tutaq ki, makyajı çıxartsan, axotun yoxdur üzüvü yumağı, bunu yaş eləyib silsən üzüvü. Onun üçündür. Kendisine su söylemiş yüzüme sorusundu. Belə bir dəsmal kimi bir şeydir. Çok yumuşaktı. Evet, bundan üzünüzü ıslak suya Gece batırıb eve gecələndə üzüm makyaj olan. silirsiniz. İndi keçirik növbəti addımlara. Dikkələ bindi bab. Deməli, bayaq günəş kremini yayda, qışda vura bilərsiniz demişdim. Orada bir səhv eləmişim, üzümü yanda ağlıma gəldi. Gecə də vura bilərsiniz demişdim. Gecə ehtiyac yoxdur, mən bildiyim qədərlə, yəni ehtiyac yoxdur buna. Amma mən hər gecə mütləq üzümə gözaltı krem və nəmləndirici vururam. İndi əlimizdə, denə, gözaltı... Yo, mən istəyirdim, bildim mən bu hələ bildim vursun, bunu götürdüm riski. Yo, günəş kremidir. Köz kremi. Əlimizdə Vichy'nin... Günəş kremidir bu. Həm nəmləndiricidir, həm günəş kremidir. Əlimizdə Vichy'nin belə bir nəmləndiricisi var. Daha sonra Biodermanın belə bir nəmləndiricisi var. Biodermanın belə bir nəmləndiricisi var. Uşaqlar, bu o qədər gözəl bir kremdir ki, həm bədən üçün, həm əl üçün, həm üz üçündür. Mənim dərim çox quruydu. Hardasa 16-17 yaşlarımda dərim çox quruydu. Mamaya deyirdim ki, mama, mənim əməlli başda ayaqlarımdan qabıq tökülür. O dərəcə qurudu. Mamam mənim bu kremi aldı, verdi. Odur, budur, bu kremlə bizim bir dostluğumuz var. Hər bitdikcə alıram. Çox sevirəm, işlədirəm. Amma bugün bunu işlətməyəcəyik. Hər şeyimiz Biodermadan oldu. İstəyirəm bu dəfə serum qıraq. Serumların kraliçası, şahı. Mənə görə dünyanın ən gözəl serumu. Yəni
Həyatımda ilk işlətdiyim serum Zepures'in serumuydu və o serum məni serumlara qarşı iyrəndirmişdi. Beydirmandı. Hə, yox, La Roche-undur. Varoş. O serum biz necə idi? Yağ kimi idi. Vururdum, nəmləndirici vurduğumu hiss eləmirdim. Gah üzümə yapışırdı, gah yağlı hissiyat buraxırdı. Heç bir effektini görmürdüm. Amma bu serumu, bunun məndə kremi də var. Bunu hələ işlətməyə başlamamışam, amma çox Bu qəşəngdir. işlətməyə başlayıbsan. Hə, bunu ayrıca başqa bir videoda danışacağıq. Bu serum dünyanın ən gözəl serumudur. Həm bərəkətlidir. Bir damcı, bir üzüm bir yanağına polunu bəs eləyir. Baxın. Всё. Bütün üzümə bəs eləyəcək bu. Bunu vururam uşaqlar. Çox qəribədir bu serum. Səhər dururam, üzümü elə bir pambıq tarlasından çıxartmışam. Üzüm bir dənə yumuşağı olur, bir dənə yumuşağı olur sifətim. Kim əl vurur üzümə, hamı, Məryəm sən dəfələrcə deyirsən ha, əl vurur üzümə. Oturur, gəlib qucaqlayıram, üzü yumuşaq belə. Yumuşaq, pambıq kimi, o qədər qəşəng eləyir üzü. Yəni dəhşətli dərəcədə çox qəşəng bir serumdur. Bu mənə serumları sevdirdi də, yəni belə deyə bilərəm sizə. Üzümə parlaqlıq verir, üzümü ağardır, yumuşaldır. Təbii ki, daha münasib, qiymətli bir məhsuldan da bu saydığım effektləri ala bilərsiniz. Amma mən axtarışa girə bilmədim. Bunu tapandan sonra elə bunu da işlədirəm. Çox, qoxusu da çox qəşəngdir. İynə bir dənə məni. Hə, kürəyi verir. Buradan indi gözaltı kremimi tap. Vichy. Yox, gözaltı. Hə, göz. Artıq dəqiqə. Gözləyim. O deyil. Yaxınlarda axtarma. Hə. İsti soyuq eləyirəm. Hə. Bir dənə seç də. Çox dağın. Soyuq, 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 isti. Soyuq. İsti, isti, isti. İsti. Soyuq biraz. Soyuq. Soyuq. Soyuq, soyuq, çox soyuq. Çox soyuq, çox soyuq. Çox soyuq. İsti, isti. Yandım, yandım, yandım. Axır ki tapdım. Bu da mənim gözaltı kremimdir. Mən bilirdim bu Vichy'dir. Rabia ilə baxım videomuzda bunu işlətmişdim. Bunu bir müddətdə sınaq eləyirəm. Nəmləndiriciliyini bəyənirəm, amma ekstra bir şey elədiyini görməmişəm. Nə yalan deyim? Yəni deyim gözümün altını ağardır. Mənim gözümün altında gözümün altı qaradır, çökəkdir. Amma gözümün altında dolğu var, işıq dolğusu var. Yenidən dolğu elətdirmək istəyirəm, amma bunun üçün gözümün altındakı dolğunu mama əritməlidir. Bu da 3 gün elə gəzməliyəm ki, tam o effektini versin. 3 gün elə gəzməməyin dərdindən təzə dolğu elətdirə bilmirəm. Bu arada növbəti buna baxın. Gör necə qəşəngdir. Bu indi üzümə sərik mi? Belə içi effektlərdə çimələ. Hopacaq. Gör necə parıldatdı üzümü. Bas bir dənə yanır bu belə. İndi bir dənə şey vuraq. Dodaq yağı vuraq dodağımıza. Əlimdə bu var. Mən seçəcəm bu. Chikonundur. Bu da var. Bu da Chikonundur. Daha sonra nə dodaq yağı? Bu da dodaq yağı. Yox, o dodaq yağı deyil. Bu var. Dior'un dodaq yağı. Rabia seçmişdi bunu. Daha sonra bunun Mak'ın dodaq yağı var. Belə. Başqa yoxumdur. Mən deyim seç bunu. De. Seç. Əlimdəki. Əlimdəkini. Mən o biri videoda seçmişdim bunu. Rabia'ma o birini seçdi deyə oxşuyorum. Bu da mənim bu arada ən sevdiyim dodaq yağlarımdan biridir. Çox yumuşaldır həqiqətən. İlk vuranda sevməmişdim. Vurum sənə də biraz. Hə? Hoppa. Hoppa. Emindik. Evet. Deməli, uşaqların bir dənə video arzuları var. Ofelia'ya makyaj elədik videosu. O gələcək. Amma hansı uşağın bəxtinə düşəcək bilmirəm. Rabia'nın bu videonu görməmək ehtimalı yoxdur. Hə, sən istəyirsən? Tek.
Dəqiqə sakit qal. Allah eləməsin, elə demə, baxacam. 2 dənə saç spreyim var. Hansını vurum? Bunu mən vururum sadəcə. Vur. Ay, Açın. yox, onu istəyirəm. Vur. Saç spreyimi vururam. Vur arxadan. Geçen bir dənə yerə vermə. Ay sağ ol. Şö. Bəsdir. Bunun çox qəşəng yaydır. qoxusu var. Bir də bədən spreyi vururam. Mən də vur. Ən sevdiyim bədən spreyidir də bu. Bitən kimi gedib yenisini Benim alacağım. odimisim bitmiş, ofş almıyor bana. Özümkünü verirəm də, əsas odur. Evet arkadaşlar. So, Ama arkadaşlar bu işi ben bitirmişim. Daha doğrusu. çəkilişdən gəldik. Məryəmin talihsiz günündən gəldik. Sağlam ol. İttim. Üzümü dincəltdim, üzümə qulluq elədim, baxım elədim. Onu sevdiyimi ona dedim. Yavaş sən Onu Allah. sevdiğimi ona dedim. Səni də sevirəm. Evet. Tamam. Bugünkü videomuz bu qədər. Romantik Aldıqlarımızı göstərdik, baxım elədik, biraz məsləhətlər verdik. Sizi siz növbəti dəfə hara aparacağam? Kosmetoloji prosedurlara aparacağım. İnşallah olsa bu videonun axırına baxmaz Rabbiyə. Ne olur mən sıramı saldım. Onu bilmirəm. Çok arkadaşlar benim sıram çok talihsiydi. Talihsi yox, talihsiz. Arkadaşlar bakın avuç qəşəng eləyəndə, makyaj eləyəndə ondan bir şey qopardım. Söz verirəm. Qopartdın da indi. Yox. Talihsizdir bu, qopartdın da. Hə, qopartdım bir anımı qopartdım. Əsasən allı qopartdım, pamada qopartmışdı bir dəfə. Baxın, Sprey də qopartdım. o mən hər gün vururum, o qopartmış sayılmıyor məncə. Yaxşı. Arkadaşlar, ben makyaj videosu istiyorum. Sizi növbəti dəfə inşallah bilmirəm, amma bu yaxınlarda kosmetoloji prosedura aparacağam. Üzümə nə çoxdan da eləmədiyim, üzümün uzun müddətdir baxım eləmədiyim halda belə yaxşı qalmasına səbəb olan həmin o prosedurlar aparacağım. Qara nöqtələrin əleyhinə olan kremimi vurmamışam. Yatanda vuraram. Bu arada qara nöqtə əleyhinə bir krem yoxlayıram. İşte görsəm ki işe yarayır. Sizə də məsləhət görəcəm. Hələ yoxlama aşamasında da elə yoxlamamış istəmirəm adını çəkib boş-boşuna aldırım. Çünki biraz bahalıdır. Yəni bu boyda kremə 21 manat 57 qəpik vermişik. Nəysə, videomuzun sonuna gəldik. Videomuzu bəyəndinizsə kanala abunə olun. Like atın. Yorum yazmayı unutmayın. Hoşçakalın.